Space xəbərə müraciət edən Fuad Nəcəfov ona xaricdən avtomobil gətirilməsi vədi ilə küllü miqdarda pulunun mənimsənildiyini bildirib. Fuad Nəcəfov deyir ki, nə vəd edilən nəqliyyat vasitələri təhvil verilib, nə də pullar geri qaytarılıb. İddiaya görə vətəndaşı aldadan şəxslərin Autobazar MMC adı altında fəaliyyət göstərərək sosial şəbəkələr vasitəsilə alqı-satqı ilə məşğul olublar. Şikayətçi Fuad Nəcəfov bildirir ki, TikTok və digər sosial şəbəkələr vasitəsilə Autobazar MMC adı altında fəaliyyət göstərən Elvin Hüseynovun reklamlarına baxaraq onunla əlaqə saxlayıb. Ona sifariş etdiyi avtomobilin Toyota Corolla Felder modelinin cəmi 2 həftə ərzində gətiriləcəyi vəd olunub. Lakin artıq 4 aya yaxın vaxt keçməsinə baxmayaraq, nə avtomobil təhvil verilib, nə də ödənilən məbləğ geri qaytarılıb. Zərər çəkənin sözlərinə görə şirkət nümayəndələri ilə müqavilə bağlanıb və avtomobilin yaxın zamanda çatdırılacağı bildirilib. Hətta həmin avtomobilin görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Sənə Agva qiymətinə 2017 filter tapdıq. İnşallah xeyirli uğurlu olsun. Bizlikdir, qardaşım, indi gedirəm. Ödəməsini eləməyə, qardaş depozit göndərim. Amma mən gedirəm, promo ödəyirəm ki, vaxt itirməyək, qardaş, isti-isti göndərək. Bizə bildirdilər ki, siz əvvəlcədən, deməli, maşının pulunu orada kargo pulunu, yol pulunu və bunların zəhmət haqqı birlikdə ümumi hamısı ödənilməlidir və biz də ofisə yaxınlaşdıq müqavilə ilə, bu müqavilə də təqdim etmişəm. Müqavilə üzrə İlkin Əzimov adlı şəxslər Bakıda görüşdük. İlkin Əzimov şəxslər bu adamla birgə işləyir, Elvin Hüseynovla və Autobazar MMC şirkəti adına müqavilə bağladıq və biz orada müqavilə üzrə 6900 dollar yəni pul ödədik və müqavilədən öncə də bu işdə, yəni bu şəxslərdən maşın almaqla bağlı niyyətimizin ciddi olduğunu göstərmək üçün 250 AZN məbləğində qabaqcadan B göndərmişdik hesabına. İddiaçı bildirir ki, Elvin Hüseynov və onun komandası müqavilə bağladıkları şəxslərə nəqliyyat vasitələrini təhvil verməməklə yanaşı aldıqları vəsaiti də geri qaytarmırlar. Fuad Nəcəfov bildirir ki, sözgedən şirkətlə bağlı zərər çəkən yalnız o deyil. Deyir, indiyədək azı 15 nəfər aldadılıb, ümumi zərər isə 250 min manatdan çoxdur. Hal-hazırda biz mart ayında müqavilə bağlamışıq və bizdən qabaq da müqavilə bağlayanlar, maşın alanlar var ki, bugün iyun ayıdır və hal-hazırda artıq 4 ay olacaq və biz çoxdan artıq bu müqavilədən imtina vermişik və hətta pulun geri qaytarılması ilə bağlı rekvizitlər də göndərmişik həmin şəxsə. Həmin şəxsdə bu müqavilədə qeyd olunub ki, yəni əgər müştəriyə maşın vaxtında, müqavilə üzrə vaxtında maşın təmin edilmirsə, müştəri imtina edir xidmətdən və pulunu tələb edir. Şikayətçi deyir ki, adı çəkilən şəxslər sosial şəbəkələrdə özlərinə məxsus çoxsaylı səhifələr açaraq fəaliyyətlərini reklam edir, tənqidi şərhləri isə silərək istifadəçiləri blok edirlər. Hadisə ilə bağlı adı çəkilən Autobazar MMC ilə əlaqə saxladıq. Zənglərimizi özünü Elvin Hüseynovun xalası oğlu kimi təqdim edən şəxs Ülvi Müridov cavab verdi və bildirdi ki, özləri də dələduzluqla üzləşiblər. 20 dollar, 50 dollar və yaxud da 100 dollar verdi ki, hə, biz maşını behliyirəm, gəlib alacam. Bu adından hər dəfə bu variantı təkrar edərək, belə deyək, şirkətdə belə deyək, böyük bir fırıldaqçılıq baş verdi. Yəni, burada da belə işçi olmayıb, burada ümumi komanda olub. Köhnə işçiləri, hamısını artıq işdən çıxarıb. Komandası öz kollektivi, öz personalını Elin müəllimə oyun oynayır. Bilmirəm, indi xüsusi maraqlarına olub, doğrusunu Allah bilir. Amma Elin müəllim də bu məsələ haqda, belə deyim, boş dayanmır, material toplayır. İnşallah hər şey üzə çıxacaq bir gün. Hal-hazırda realıq odur ki, ümumi olaraq təxmini savunmalara görə 203 min, 400 min civarındakı küllü miqdarda ziyan var ortada. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, araşdırma aparılır. Günəş Rızayeva, Fidan Səfər, Space xəbər.